Sonra. Bu gün biz IFRS 9 mövzularından, maraqlı mövzularından biri ECL calculation-dan danışacağıq. ECL calculation simplified approach, yəni trade receivables üçün olan ECL calculation-lardan. Çünki bu ən vacib və praktiki mövzulardan biridir. Çünki bütün şirkətlərin demək olar ki, trade receivables-ları var. Yəni şirkətlər, hətta cash-la işləyən şirkətlərin belə müəyyən customerlarla münasibətləri, trade receivables-ları yaranır. Ona görə bu gün ən aktual mövzulardan birinə toxunacağıq. Ümumiyyətlə IFRS 9 SQL calculation-dan bağlı, simplified approach-dan bağlı nə deyir? Yəni biz historical datamızı götürürük, son 36 ayın datasına uyğun olaraq biz flow rate-lərimizi müəyyən edirik. Biz müəyyən edirik probability of default-umuzu, LGD-mizi və loss rate-imizi. Və burada əsas məqamlarından biri default bucket-dir. Bir default bucket-də nəzərə alınır ki, 90 gündən çox overdue olan receivables-lar artıq defaultdur. Yəni onların probability of default artıq 100%-dir. Bu bir IFRS-in suggestion-udur. Xüsusi hallarda bəzi industriyalarda fərqli ola bilər. Təbii ki, bu çox az hallarda olur ki, fərqli bir bucket götürülsün 120 yaxud 150. Onun da ciddi bir justification olmalıdır. Bu gün biz bunun praktiki tərəfini ümumiyyətlə sıfırdan işləyəcəyik. Hətta nəzərə alırıq ki, bəzi şirkətlərdə Azərbaycanda təəssüf ki, normal aging bucketlar, aging table'lar belə çıxmır sistemdən. Birə istifadə edilir çoxları və orada hazır table'lar belə olmur. Ona görə biz bu gün sadəcə ECL-in calculation-ını deyil, sıfırdan hətta o table'ın hazırlanmasından da danışacağıq. Yəni toplam bir hər şeyi əhatə edən, yəni sıfırdan ECL calculation, yəni 1 saat ərzində təxminən ümumiyyətlə ECL calculation-ın hazırlanmasını keçəcəyik. İndi başlayaq. Son 36 ayın datasını təsəvvür eləyək ki, biz dekabrın 2024-dən danışırıq. Son 36 ay yanvar 2022-dən başlayacaq və 24-ə qədər. Bu bizim aging bucketlarımızdır. Hər biri 30 gün olmaqla. Flow rate-lərimizə danışacaq davamında. Table'larımız hazır olmasa və default bucketimiz də 91-120-dir. Bizim təbii ki, əgər aging bucketlarımız yoxsa, hazır table'ımız yoxsa, amma ən azından bizim invoice cədvəlimiz var və bizim hansı bu dövr ərzində hansı invoice-ları issue edildiyimizi bilirik. Invoice nömrələri, invoice tarixi, due date, invoice amount-u və bir də təbii ki, payment cədvəlimiz ola bilər ki, əlimizdə baxaq invoice-lar üzrə nə qədər payment olub. Yəni təbii ki, bu bizim üçün lazım ki, biz bu iki cədvəli birləşdirək. Bu iki cədvəlin nəticəsində biz ümumiyyətlə başa düşək ki, bizim aging bucketlarımıza nə qədər receivables hansı aging bucketlardır. Yəni aging table'ımızı quraşdırmalıyıq. Və biz ümumiyyətlə historical data elədiyimiz üçün bu aging bucketı sadəcə olaraq bir dəfə 2024-cü ilin dekabrında deyil, 36 dəfə qurmalıyıq. Ona görə də bizim işimiz biraz daha çox olacaq. Çünki 36 dəfə eyni prosesi təkrarlamalı olacaq. Bizə əsas nə lazım olacaq? Bizə ümumiyyətlə lazım olacaq bu reporting date 36 dənə və eyni zamanda bizə lazım olacaq invoice table'lar. Bu bizim reporting date'lərimizdir. Bu isə bizim invoice ID-lərimizdir. Bizə bu invoice ID-lər hər biri 36 dəfə əslində lazım olacaq. Yəni bizə əslində bir data lazım olacaq ki, biz bunları birləşdirək. Toplam 71 invoice, 36 date var. Bunlar bir-birinə vuranda 36 vurulsun 71. Bizim data table'ımız təxminən 2556 row-dan ibarət olacaq. İndi bunu bir dənə birləşdirək sadəcə olaraq. Burada bunun düsturunu yazmışıq. Birləşdirək burada. Birinci bizə lazım olan isə reporting date'lərdir. Reporting date'lər və invoice ID. İkinci isə bizə lazımdır invoice ID-lərə görə deyək, təkrarlanma. Burada da invoice ID-lər lazımdır. Invoice ID burada.
Və burada da eyni şəkildə yenə də invoice ID-ləri götürəcəyik. Invoice ID-lər. Bu bizə bu təkrarlanır. Yanvar 22 təkrarlanır və invoice'lar dəyişir. Məsələn, bura qədər baxsaq, bu. Burada 71 dənə belə deyək. Oldu və hər biri dəyişir. Bizə indi bundan hamısı lazım. 2556 dənə lazımdır bizə ümumiyyətlə. Və biz gedirik. DV 2556 dənə bizə lazımdır. Burada tamamlandı. Bəli. Burada bunlar artıq ehtiyac yoxdur. Reporting date və invoice date. Bunları prinsipcə artıq bura gətirə bilərəm. Və bizə bundan sonra nə lazım olacaq? Bizə lazım olacaq invoice due date. Bizə lazım olacaq invoice amount. Bizə lazım olacaq payment to date. Bizə lazım olacaq outstanding balance. Bizə lazım olacaq overdue days. Hələlik bunlar ağlıma gəlir indi. İşlədikcə orada görəcək başqa bir şey lazımdır. Invoice due date. Invoice-u sadəcə buradan VLOOKUP-layırıq. Dördüncü due date-ə gəldik. Prosesi sıfırdan özüm izah eləməyə çalışıram ki, bütün hər şey görünsün. Yəni, heç bir şey gözdən qaçmasın. Sizin üçün də sıfırdan dediyim kimi, ümumiyyətlə, sıfırıncı nöqtədən ümumiyyətlə bu ICL-i qurmağa çalışaq birlikdə. Payment to date lazımdır bizə. Deməli, bizə lazımdır payment cədvəlindən. Payment amount, deməli, invoice ID-ni burada tapmalıyıq və bir də tarix to date olduğu üçün reporting date-dən daha kiçik olmalıdır. Ona görə payment date'i də buradan seçirik və bu olmalıdır. Kiçikdir, bərabərdir. Reporting date'dən. Artıq payment to date də bizdə hazırdır. Outstanding balance. Outstanding balance deməli nə olacaq? Payment invoice çıxılsın payment to date, amma bir də nəzərə alaq ki, burada əgər invoice date reporting date'dən sonradırsa bizim üçün artıq bu sıfır deməkdir. Məsələn, burada reporting date yanvardır, burada invoice əgər martdırsa artıq bu deməkdir sıfırdır. Yəni bundan bunu çıxmağa ehtiyac yoxdur həmin halda. Çünki bu yanvar ayında ümumiyyətlə mövcud deyildi. Ona görə də yazırıq, əgər if bu böyükdür reporting date, then 0. Digər halda isə biz invoice amount-dan çıxmalıyıq payment date. Payment to date. Fikirləşirsiniz, burada məsələn normal çıxsaydıq, burada məsələn rəqəmlər olacaqdı. Məsələn, martda və digər martda məsələn olan invoice'lar
bundan çıxanda məbləğ olacaqdır. Amma təbii ki, bu soru olduğu üçün burada məbləğ olmamalıdır. Artıq outstanding balansımızı da bilirik. Outstanding balansımızı biliriksə bizə lazımdır overdue days. Overdue days, yəni biz days buradan bura qədər. Amma təbii ki, burada mənfi olmamalıdır. Ona görə burada da əslində eyni qaydadır. Əgər bu bölüşdürsə bundan, deməli bu 0 olmalıdır. Digər halda isə days forması ilə olmalıdır. Artıq overdue days'imizi də bilirik. Hər bir halda burada bizim overdue days'lərimiz. Birini belə əllə də belə yoxlaya bilərik bəzilərini. Məsələn, hər hansı bir tarix seçək. Mart məsələn 2024 baxırıq. Bu məsələ 21-dən qalan qalıb. Bəli, 9.35. Yəni realistikdir rəqəmlər. Rəqəmlərimizdə bir problemimiz yoxdur. Məsələn, baxırıq 2023-dən olanlar var, 2024-dən olanlar var və ondan sonra olanlar üçün də 0-dır. Bəli, demək ki, formulamız işləyir. İndi bu overdue bucket-ə baxmalıyıq. Overdue bucket hansı bucket-ə düşür ümumiyyətlə? Burada bizim siyahımız var idi. Bucket-lar oradan görə belə eləsək, index match %21-150. Siz bilsəz 145-dir, 121-150-yə düşdü. Yəni məntiqlə düzgündür. Axırıncı da 24-0-30-a düşdü. Bunun da adını qoyuram data. İndi overdue bucket artıq hamısı bizdə artıq məlumatlarımız hazırdır. Biz bu geniş tərkibli bir belə deyək, bizim agingimiz, indi biz aging bucket qurmalıyıq. Yəni aging bucket qurmalıyıq. Burada artıq bizim olacaq aging table'ımız. Aging table'ımız olacaq. Burada olacaq reporting date'lərimiz. Burada isə olacaq bizim o aging bucketlarımız. Bu tərəfdə isə olacaq aging bucketlarımız. Bizim artıq hamısı üçün bizim bir aging rəqəmlərimiz olacaq. Deməli, biz bunu tapmaq üçün nə edirik? Sum ifs eləyirik. Datamızda hamısı mövcuddur prinsipcə. Outstanding balance. Buradan həmişə istifadə edəcəyik. Deməli, reporting date. Reporting date olmalıdır bu. Burada A olmalıdır, amma 5 olmaq vacib deyil. 5 olmamalıdır. Görə sadəcə A-nı sabitləyirik. Overdue bucket-dan da overdue bucket-ları buranı sabitləyirik və yuxarı. Yuxarıda da 4-cü olmalıdır hamısında, amma B yox. Yəni bu dəyişməlidir. Belə bir şey. İndi məsələn bunun üçün baxsaq,
Məsələn, birini sadəcə misal olaraq yoxlasaq bunu əllə. Çünki mən nə qədər formulalar işlətsək də, ümumiyyətlə xoşlayıram bəzi şeyləri belə əllə də yoxlamaq arada başa düşmək üçün. Bizim 1.587 dəqiqətən də burada 121 150'ye aid olan bunlardır. 717 min bunlardır. 3160 439'du. 376 ise 61 96. Prinsipçə rəqəmlər düzdür. Bunu indi mən gətirirəm axıra qədər. Sayın burada biz deməli bu konfigurasiyadakı deytləri gətirməliydik birbaşa. Yəni bizə təbii ki 24 dənə deyt lazımdır bizə. Ondan sonraki deytlər bunlar lazım deyil artıq. Yəni bunu 71 dəfə təkrarlamağa artıq ehtiyac yoxdur. Bir dəfə təkrarladıq bunu. Bu bizim düsturumuz və bunu da getiririk aşağı. Artıq bizim aging table'ımız hazır. Yəni bizim artıq aging table'ımız var. Hansında ki biz artıq bütün rəqəmlərimizi doldurduq. Bütün rəqəmlərimizi doldurduq. Və ümumiyyətlə indi də əsas məsələ hesablamaq hissəsi. Yəni biz burada ümumiyyətlə necə hesablayırıq? Ümumiyyətlə arifesində flow rate anlayışı. Flow rate nə deməkdir? Məsələn, bizim burada 0.30-da məsələn bir 252 minlik məbləğimiz var. Bu məsələn fikir versəz bu fevral ayıdır. Mart ayından bu keçib məsələn 252 qalıb. Bu artıq 31.60-a keçib. Mart ayında bu fevralda 0.30'da idisə, bu mart ayında 31.60-a keçib. Yəni bu o deməkdir ki, 100% keçib flow olub. Yəni loss olub bir mənada. Yəni bu aging üçün loss olub. Yəni bu agingdə heç bir ödəniş olmayıb. Yəni bu təbii ki, negativ haldır. Sonra 61.90-a keçib yenə də ödəniş olmayıb. Yəni bu belə pillə-pillə fikir versəz, baxın, pillə-pillə bu gedir. Pillə-pillə gedir və axırda gəlib hətta 360-a düşüb. Yəni 360-da başqaları da olduğu üçün dəqiq görünmür bunun effekti. Amma məsələn 360-da da bundan bunu çıxsaq, 250 fikir versəz, gəlib axıra qədər ödənməyib. Yəni bu invoice ümumiyyətlə axıra qədər ödənməyib. Yəni biz ona görə bu dənə tək bu invoice üzərindən necə hesablamanı aparsaydıq, necə aparacaqdıq? Məsələn, tək bu invoice üzərindən hesablamanı aparsaydıq, biz məsələn loss rate'ləri baxacaqdıq 31.60 üçün məsələn 1'dir. Sonra məsələn gələcəkdik 61.90-a 1'dir. Sonra gələcəkdik növbətisinə 1'dir. Yəni bu deməkdir ki, 100% default olur və sonunda da axıra qədər gəlsəydi bu default olacaqdı. Və bizə ümumiyyətlə maraqlıdır ki, flow rate nə deməkdir? Yəni burada olan invoice'lar növbəti paketlərə hansı faizlə keçir? Yəni hər paketdə biz nə qədər pul ödəyirik? Bu bizim üçün niyə lazımdır? Yəni deyə bilərsiniz ki, birbaşa buradan bunu bölək və elə tapaq. Niyə bunu belə tapa bilmirik? Çünki bizim bütün paketlərimizdə olan rəqəmlər var. Bizə maraqlıdır ki, baxın, biz məsələn 24-ün sonuna əgər baxırıqsa, bizim məsələn 61.90-da da olan hissəmiz var, 121-150-də də və bizə lazımdır ki, hər birinin ehtimalını tapaq. Yəni bizə lazımdır ki, məsələn 121-150-də olan ümumiyyətlə hansı ehtimalından gedib məsələn overdue 100% overdue olacaq. Bizə bu rəqəm də lazımdır. Məsələn bu deməkdir ki, bizə bu 717 ilə başlasaydı, məsələn bu gəlib axırda bura gəlir. Gəlib dayanır da. Yəni bunu belə effektiv olaraq buna bölsək, eləyir burada 9-10%. Bu şəkildə. Yəni bu deməkdir ki, sadəcə bu qalmış olsa, bir dənə üzərindən getsək, 121-150-də olan bir invoice-un gedib axırda olmaq ehtimalı, loss olmaq ehtimalı 7%-dir məsələn. O da necə hesablanır? Məsələn, burada bunu bu şəkildə eləsəydik, yəni sürətli şəkildə eləyək. 50%-i burada ödəndi. Burada heç nə ödənmədi. Burada məsələn yenə heç nə ödənmədi. Burada məsələn yenə heç nə ödənmədi. Yəni 100% keçdi növbətisinə. Burada artıq
20% cəmi keçdi o birisinə. Deməli 80% ödəndi və bundan sonra da prinsipcə heç nə ödənməyib. Bundan sonra da prinsipcə heç nə ödənmədi. Yəni flow rate-lərindən fikir versək 50, 100, 20, 20, 20, 100. Yəni bunların hamısını bir-birinə vursaq əgər bir-birinə vursaq gələcəyimiz nəticə nədir? 9%-dir. Hansı ki bu 9.8%. Hansı ki effektiv olaraq bu bölünsün budur. Sadəcə olaraq biz bunu niyə hər birini ayrı-ayrılıqda flow rate-lər tapırıq? Qeyd etdiyim kimi bizim müxtəlif şeylərdə olan hissəmiz var və bizim çox invoice var. Bir dənə bu invoice deyil də bundan başqa çoxlu invoice-larımız var. Ona görə bizim üçün vacibdir ki, hər birinin flow rate-ini tapaq. Hər birinin flow rate-ini tapaq. Məsələn, ona görə current-dan 0.30-a keçməyin flow rate-ini tapmaq üçün nə edirik? Məsələn, current-da burada olan bura keçir, burada olan bura keçir, burada olan bura keçir və bizdə təbii ki, toplam say olaraq baxsaq, ümumiyyətlə current-da şeyimiz yoxdur. Current-ı ignore edəcəyinə görə. 0.30-dan 31.60-a keçməkləri belə deyək də biz əsasən hesablayacaq. Yəni buradan başlayan bura keçəcək, buradan başlayan bura, buradan başlayan bura. Ona görə də burada da flow rate-lərimiz də var idi bizim. Flow rate-lərimizə qoy gəlim. İşləyirəm. Flow rate-lərimiz. Flow rate-lərimiz. Burada məsələn bura keçməklə nə olacaq? Mən cəmləyirəm. Buradan belə eləyək. Otuz dənə üçün baxsaq, buradan hamısını cəmləyirəm. Buradan bura qədər və bölürəm. Nəyə? Buradan bura qədər hissəyə. Buradan bura qədər. Çünki bu 176 keçib, 700-ün məsələn bir hissəsi keçib. Bu göstərir ki, ümumən 92%, yəni 0.30-dan 92% 31.60-a keçir. Bu qayda ilə hər birini eləsəm əgər. Burada 89%, burada 90%, burada 81%. Yəni bu bizim flow rate-lərimiz göstərir ki, məsələn, burada 100%-də olan bir dənə deyək ki, invoice 92% ehtimalla 31.60-a keçəcək. Ondan sonra 89%-i 61.90-a, yerdə qalanın 90%-i 91.120-yə, yerdə qalan 81%-i 121.150-yə, yerdə qalan 85%-i 151.180-ə və bu şəkildə flow rate-ləri gedəcək. Flow rate-lər. Aging table-ımız və flow rate-lərimiz bəlli olduğuna görə buradan artıq biz assumptions hissəmizə keçə bilərik. Assumptions hissəmizdə bizdə olacaq flow rate-lərimiz. Datamızdan bir dənə current məsələsini yoxlayaq. Current ümumiyyətlə yoxdur. Current-ı silirik 31-dən başlayırıq. Aha, 31. Bizdə deməli birinci bu bizim flow rate-lərimizdir. Flow rate-lərimizi götürürük. Bura. Flow rates. Burada isə daha doğrusu flows və flow rates. Flow rate'lər isə buradan götürdüyümüz məbləğlərdir. Təbii ki, bunun sonucu yəqin ki 100% olmalıdır maksimum.
maksimum 100% olmalıdır. 31 və 360 keçəndə isə rəqəm 100 olur. Amma 100% olmalıdır maksimum burada. 1. Flow rate'lərimiz bəllidir. Flow rate'lərimiz bəllidir. İndi bizə növbəti nə lazım olacaq? Bizə növbəti lazım olacaq hesablamaq PD və LGD rate'lər. Bizə PD və LGD rate'lər lazımdır. Hər bir bucket üçün. Yəni bizim MATLAB bucketlərimiz konfigurasiyada budur. Current çıxan currentimiz yoxdur ümumiyyətlə. Burada PD rate, burada isə LGD rate, burada isə loss rate. Yəni loss rate PD ilə LGD-nin hasilinə bərabərdir. Ümumiyyətlə PD rate nə deməkdir? Yəni PD rate nə demək olur? PD rate nə deməkdir? Bir şeyin artıq 91 120-yə keçməsi onun default olması. Biz dedik ki 91 120-yə keçməsi default deməkdir. Yəni bizim adi bir qayda ilə baxsaq, biz deyirik ki, bizim əgər 100 manatlıq bir invoice'umuz var idisə, burada məsələn 0.30-da. Bunun 92%-i keçdi 31.60-a. Bu yerdə qalanın 89%-i keçdi 61.90-a və bu yerdə qalanında 90% keçdi 91.120-yə. Yəni bu nə deməkdir? Yəni effektiv olaraq baxsaq, bunun 74%-i 91.120-yə keçdi. Yəni oldu, bu rate nə oldu bizim üçün? Bu oldu default. Yəni 74%-imiz bizim gəlib nəticə etibarilə default oldu. Yəni 100 manatdan 74% gəldi keçdi 91.120-yə. Bu deməkdir ki, default oldu. Ona görə də burada default biz necə hesabladıq burada? Yəni 74%-i. Yəni bu 74%, 74 manat olaraq biz baxanda bu 3 dənəsinin hasilinə deməkdir. Hasilinə bərabərdir. Yəni biz 3-ünü hasilinə eləsək burada edir 74%. Yəni 3 dənəsinin hasili. Ona görə burada PD-ni tapanda biz deyirik ki product bu 3 dənə. Bu bizim üçün PD-dir. Hal-hazırda 0.30-da olan üçün. Əgər bu artıq 0.30-dan keçibsə 31.60-a. Bunu artıq gedəcək 2 dənə yer var. Yəni 89 var. Məsələn, bu artıq burada 100 manat idi. Burada 90. Bu artıq 92 manatdırsa əgər. Bunun da 89%-i keçəcək və bunun da 90% keçəcək. Bayaq qeyd edilmiş kimi 74. Artıq 92 manata qarşı 74. Yəni 92 manat var idi. Artıq onun 74-ü default oldu. Yəni artıq 74 bölünsün 90. 92, 80%. 80% nə deməkdir? Effektiv olaraq bu 89% ilə 90%-in hasili. Yəni ikisinin növbəti şeydəki hasili. Burada ona görə də PD rate olacaq product bu ikisi artıq. 61.90-da nə olacaq? Artıq 61.90-da bir dənə yeri qalıb. Bunun 90%-i 91.120-yə keçir. Yəni 61.90-da olan məbləğin 82 manatın 90% ehtimalına keçir növbəti bucketda. Bu deməkdir ki, 90% bunun PD rate var. Burada PD rate-ni 90% olaraq hesablayırıq. Bundan sonrasılar üçün hesablamırıq. Çünki artıq by default bizdə 100% olmalıdır. Yəni hər biri üçün 100% qoyuruq. İndi gəlirik LGD-yə. Yəni LGD bəs nədir? LGD loss given default-dur. Adı o deməkdir ki, loss given default. Yəni
default olandan sonra nə qədər loss olacaq? Default olmaq bizim hadisəmiz nədir? Default olmaq hadisəmiz effektiv olaraq baxsaq 91-120 keçiddir. 91-120 keçid baş verdi mi? Burada baş verdi. Bundan sonra nə qədər loss olacaqsa bu artıq bizim belə deyək loss given defaultumuzdur. Yəni çünki hər zaman defaulta düşən hər zaman pul itmir də. Adi məsələn şeydə zaminlik olur, girov olur, nəsə başqa bir şey olur. Burada da məsələn defaulta düşəndən sonra da ödənişlər davam eləyir. Yəni biz bu defaulta 74 manat düşüb bunun 80 burada məsələn 81% keçim növbəsi. Deməli 19% burada qayıdıb. 19 burada məsələn 15% qayıdıb. Yəni eyni qayda ilə axıra qədər getirsək. Yəni biz görərik ki, bunun axırda cəmi 16% gəlib. İtdi bizdə. Yəni 16% ümumiyyətlə loss oldu. Burada default olan 74'dür. 74'dür. Məsələn burada 74'dür. Bunun isə LGD tərəfinə baxsaq, yəni bu 74'dən 16 axıra şeyə çıxdı. Yəni bu deməkdir ki, bu aradakı fərq 21% loss oldu real olaraq. Yəni bunun 74'ün cəmi 21% real olaraq loss oldu. 74'ə düşəndən sonra. Yerdə qalan nəsə loss olmadı. Ona görə bu 21% necə tapılır? Effektiv olaraq biz nə edirik? Hər dəfə məbləğ olaraq bir-birinə vururuq da, düzdürmü? Biz götürüb bunları produkt eləsək əgər bu 91-120-dən sonrasını 91-120-dən sonrasını axıra qədər. Bu eləyər bizə elə həmin ki eyni faiz, eyni rəqəm. Yəni bizim LGD-miz əslində budur. Bizim LGD-miz budur. Və LGD-mizi və bu belə deyək də, hələ ki loss olmayanlar üçündür. Loss olmayıb hələ ki default olmayıb, bunun qayıtmaq ehtimalı bu qədərdir. Bunun üçün də bərabərdir, bunun üçün də bərabərdir. Və elə bunun üçün də baxsaq, yenə də produkt burada artıq ilk dəfə olaraq loss olub, bu da bərabərdir. 121 üzərici biraz fərqlənəcək. Niyə? Fikir versəz, bu 121 üzərindəki nə qədərdir? Baxaq, 59'dur. Yəni bizdə artıq 59'dan 16 gedib. Yəni artıq bu 26'dır. Yəni produkt olaraq da baxsaq, artıq biz bunu hasil eləmirik. Çünki bu artıq baş verib axı. Bu artıq baş veribsə bizə ancaq ondan sonrakılar maraqlıdır. Bu maraqlıdır bizə. 26% maraqlıdır. Bunu da eyni qayda ilə eləyirik. Produkt eləyirik. Bundan sonrasını. B14'ə qədər. Və eyni şəkildə digərlərinə də aiddir. Eyni şey digərlərinə də aiddir. Yəni məsələn artıq 121-150-də baxanda biz nə deyirik? Bu onsuz da 50 manat idi. Yəni 50 manatdan 16 gedib default oldu. Və bu da yenə də produktlarına bərabərdir. Bunların artıq bu 85%-dən sonraki hissənin produktuna bərabərdir. Bu şəkildə gedirik hamısında. Və axırda buradan sonra isə artıq 100 olur. Loss rate'imiz nədir? Bu ikisinin hasili. Yəni fikir versəz 16 və bu 16'dır. Bizim loss rate'imiz artıq 100%'dir bunlarda. Loss rate'imizi hesabladıq. Loss rate'imizi hesabladıq. Bir dənə qaldı bizə sonuncu olaraq iş yerimizi hesablamaq. İş yeri. İş yerdə də nə edirik? Gəlirik. Bu bucket'ı götürürük. Bu bucket'ı götürürük. Burada lazımdır bizə gross receivable. Burada isə loss rate
ECL calculated. Gross receivables-ları biz buradan götürəcəyik deməli. Bizə hansı tarix lazımdır? Məsələn, hal-hazırda deyək ki, date lazımdır bizə 31 Desember 2023. 10 hesabladıq da, çünki ondan biz 36 ay geri qayıtdıq. Burada aging table'ımız var. Aging table'ımızda bu rəqəmlər artıq bizdə hazır var. Bunları götürürük. Hazır rəqəmlərdir. Və loss rate'lər. Loss rate'ləri də gəlirik buradan. Loss rate'lərimizi götürürük. Və ECL calculated. Yenə də bunların hasili təbii ki. Və burada da bir total qoyaq. Total məbləğimiz bizim. Grossumuz 1.696 idi. 706.000 ondan ECL yarandı. Bu deməkdir ki, bizim loss rate'imiz, ümumi loss rate'imiz nədir? 41%. 42%. Bu da bizim loss rate'imiz. Bununla bağlı ən maraqlı məsələ, ən çətin məsələ normalda assumption hissəsi olur. Yəni assumption-da şöyle düşmə. Yəni bir daha assumption hissəsini görə qeyd edirəm ki, baxın, biz flow rate-ləri eləyəndən sonra baxırıq biz PD-ni tapmalıyıq. PD nədir? 91-120-yə çatmaq ehtimalı. Yəni bu əgər 1.30-da olan 92% ehtimalla 31.60-a keçirsə, bu yerdə qalan 92 də 89 ehtimalla 61.90-a keçirsə, bunun özü də 90% ehtimalla 91-120-ə keçirsə, yəni bunların hamısı remaining-in belə deyək də faizlər. Remaining 92%, 89%, 90%. Çünki burada aging table-da bir-birinə böldük də biz burada şeyləri tapdıq. Remaining-ləri tapdıq hamısı üçün. Hamısı üçün remaining-ləri tapdıq. Ona görə də bizim PD rate-imizi hesablayanda biz PD rate-imizi buna baxırıq. Yəni məbləğ olaraq hesablamaq istəsəz, baxın bu rəqəmin bölünməsidir. Yəni bu rəqəmin buna bölünməsidir. Bu rəqəmin buna bölünməsidir. Yəni burada birinci şəklə eləsək elə burada baxın 74-ü bölürük 100-ə. Birinci cəhətdə. İkincisində artıq bu 74-ü bölürük buna. Üçüncüsündə isə bu 74-ü bölürük buna. Burada artıq 74-ü bölürük 74-ün özünə artıq 1. Və buradan sonra artıq 1 gedir. Yəni PD rate-lərimiz burada. PD-lərimiz artıq bundan sonra da 100 gedir. 100-dən sonra olmaz təbii ki. Gedir bu şəkildə. Ondan sonra isə gəlib baxırıq LGD-lərimizə. LGD-lər artıq buradan sonra başlamalıdır. Çünki bu artıq baş verən hadisələrdir. Bu artıq baş verib 74 olub. 74 olubsa ondan sonrası hissəsi. Yəni burada artıq 16 bu getdi, toplam axıra qədər getdi, 16 qaldı. 16, yəni 74, yəni bu deməkdir ki, yəni 16 oldu. Yəni 74-ün hansı hissəsidir? 16, 22%. Yəni 22%-i ondan sonra loss oldu. Bu niyə tapırıq? Bunu tapmaqda məqsədimiz ümumiyyətlə məqamımız odur ki, biz bilək ki, məsələn, historically bizim default olanların 22%-i məsələn loss olur default olanlarda. Və bizə bu məlumat lazımdır ki, biz sonra istifadə edə bilək. Yəni bundan sonraki datada məsələn CL hesablayanda bundan istifadə edirik ki, demək ki, indi defaultda olanların
22% loss olacaq məsələn. İndi default yəni 91-120-də olanlardan söhbət gedir. Yaxud indi hələ current-da olanların, məsələn, baxırıq ki, indi current-da olanların historical göstərir ki, 74% loss olur. Yəni biz ona görə indi baxırıq invoice-larımıza, baxırıq hansı current-dadır, yəni hansı 0.30-dadır məsələn. Bilirik ki, artıq historically görürük ki, bunun 74% defaulta düşəcək. Defaulta düşəndən sonra da historically 22% loss olacaq. Yəni toplam 16% loss olacaq. Bu şəkildə də digərlərini hər birini hesablayırıq. Yəni burada hər birində, yəni bu 16-nı sabitləyirəm. Bölürük bu rəqəmlərə. Bu şəkildə hesablayırıq. Bu da təbii ki, bayaq qeyd edir ki, bir-birinin hasil şəklindədir deyə. Məsələn, bu bir dənə misal kimi də bayaq elədik. Yəni nə deməkdir? Artıq buradan keçib bundan sonrakıların hasil. Eyni qayda ilə. Bu da bizim agentimiz. Bu da əsas məqam bu idi. Agent table hazırlanması biraz texniki məsələdir. Flow rate-lərin başa düşülməsi, yəni flow rate-lər ən vacib məsələdir başa düşmək üçün. Çünki flow rate-lərdən yaranır ümumiyyətlə hər şey. Yəni bütün digər yerlərdə də fikir versəz, başqa hazırlanan serilərdə, impairmentlərdə bu flow rate-lərdən istifadə olunur. Yəni biz ümumiyyətlə başa düşürük ki, çünki bizim indi receivable-ımız 0.30-dadır məsələn. Biz bilmirik də ki, bu axırda hara gedəcək. Amma biz flow rate-lərini artıq bilirik ki, 0.30-da olanın məsələn 74%-i 91-120-yə keçəcək və s. Və bu da artıq İSL-in hesablanması və sonda artıq İSL-i də hesabladıq. İSL-in sıfırdan hazırlanması dərsi bu qədər. Yəni fikir verdirsə biz configuration sıfırdan başladıq. Configuration. Sıfırdan başladıq. Sadəcə əlimizdə invoice var və payment datamız var idi. Əvvəlcə ümumi total bir agent qurduq. Ondan sonra agent table-ımızı qurduq. Agent table-dan flow rate-ləri, sonra assumption-lardan flow rate-lərə uyğun olaraq PD və LGD rate-ləri və ondan sonra da artıq İSL-imizi, burada artıq İSL-imizi hesabladıq və tamamlandı. Yəni simplified approach-la İSL-in hesablanması bu qədər. Çox sağ olun.